Əziz izləyicilərim, gördüyünüz kimi bahalı parketin üzərindən sizə təqdimat edirəm. Bu mənzil klassika sevənlər mənzilidir. Qaraçılıq çıxmasın, təcili satılır, əlimyanda satılır. Yəni dəyərindən çox ucuz satılır. 525 min manata 205 kvadrat, 4 otaq, əşyalı, elektronikalı və əlavə olaraq kupçalı bir maşınlıq qarajı üstündə verilir. Gördüyünüz kimi izləyicimə təcili pula ehtiyacı var. O səbəbdən bu mənzili bu qiymətə satır. Çıxın, bölün, çay içə, hesablayın, görün ki, bu mənzilin bir kvadratı sizin üzərinizə neçə gəlib düşür. İndi isə təqdimatıma başlayaq. Sona kimi izləyin. Maraqlı bir proyekti var bu mənzilin. Bura qonaq otağıdır. Qonaq otağında da hər şey televiziyona qədər, konserlərinə qədər var. Radiatorlarla şəbəkənin içərisində salıblar, zahiri görünüş verir. Dövrü zamanında da məndən də yaxşı bilirsiniz. İmkanlı izləyicilər təbii ki, bunu yaxşı bilirlər. Bunlar yaxşı bir klassikanın bahalı formasıdır. Amma dövrü zamanında. İndi 2025-dir, bəlkə yenilər çıxıbdır deyə. Amma yəni dəyəri var, qoyur da, yəni qardaş qoyur evin içində. İndi bura koridora çıxaq. Bura koridor hissəsidir. Geniş bir koridoru var bu hissədə. Maşallah, çox geniş evdir. Buradan mən sizi ümumi hamam, bura salınıb, yəni buradadır. Dəyərli izləyicilərim, bura mətbəx hissəsidir. Geniş bir mətbəxdir ki, zonaya bölünüb. Bütün bu elektronikalar hamısı qalır mətbəxin içində. 2 qapılı soyuducusuna qədər var. Şəxsi ev olub, hər şeyin ən bahalısını alıblar, istifadə ediblər. Belə bir mətbəx mebeli, stolu, stulu, televizoru, tok sistemi İtalyandır, cevisdir. Canım sənə söyləsin. Keçək digər otağa, belə bir enli koridor, bu hissədə istilik sistemi, radiator salıblar, qəşəng vid verir. O vaxt dəbdə idi də belə şeylər. Bura gəldik, çatdıq, növbəti bir 3 yataq otağının birləşmə hissəsidir. Yəni, bura foyedir, bura paltar dolabı kimi nəzərdə tutulubdur. Bura bir otaqdır və hər otağın içində mebeli həm də eyvana çıxışı var, baxışları var. Düz Koala Parkının yanında yerləşir, Tıp Universitetinin yanında yerləşir. Şəhərin qəşəng yeni balkona çıxır, mən sizə balkonu göstərəcəm. Bu otağa da baxaq. Bu otaq yataqdır. Burada da klassik mebellər, hamamı, balkona çıxışı, hər şey var. Yenə təkrarlayıram. 205 kvadrat, 525 min manat, üstə gələk qaraj, əşyalar və elektronika. 9-cu mərtəbədə yerləşir, ideal mərtəbədə. Bu isə sonuncu yataq otağıdır. Buradan da balkona mən sizə göstərim. Yeri gəlmişkən, o birisi zaldakı balkon, indi o da adamlar dayanıb, çəkə bilmədim. Cam balkonla belə bağlanmışdı, açıb bağlanan sürtməklə. Bu da Azadlıq prospektinə baxan yol və şəhərə olan görüntü. Əziz izləyicilərim, kimə bu qaryaçı variant maraqlıdırsa zəng eləsin, gəlsin buyursun. Qulluğunuzdayıq. Sağ olun.